Bugünkü müsahibimiz bir zamanlar meyxana məclislərində, el şənliklərində, efir məkanlarında tez-tez görünən və məşğulluğun yüksək zirvəsində olan meyxanaçı Nicat Mənalıdır. Qısa müddətdə populyarlıq qazandığı kimi tez bir zamanda da sənətdən getdi. Deyilənlərə görə onu sənətdən küstürən insanlar oldu. Əsas səbəb nədir? Nicat Mənalı özü bu günləri söyləyəcək. Heç yerə köçüb eləməmişəm. Yəni köküm buradadır. Hə, kök buradadır, amma bildiyim qədərilə Rusiyada sənin böyük bir iş birliyin oldu. Orada restoran biznesində bizim bir çox müğənnilərin səhv etmirəmsə Rusiyaya elə gedib konsert verməyin əsas səbəbkarı da sən olmusan. Ümumiyyətlə mənim Rusiyada demək olar ki 30 ilə yaxındır ki mənim orada Rusiyada fəaliyyətim var. Rusiyada mənim həm meyxana sənəti ilə bağlı, həm də belə deyim də, yəni meyxana deyənlərin içində bəlkə də bu meyxana deyənlərin özləri də təsdiq edirlər, hətta müğənnilərin çoxları da təsdiq edir ki, mənim bir prodüserlik qabiliyyətim də var, təşkilatçılıq qabiliyyətim də var. Mən Rusiyada hələ indinin özündə yox, bir deyim 2000-in əvvəllərində, 99-cu ildə, 2000, 2001, 2002-ci illərdə möhtəşəm konsert proqramları təşkil eləmişəm. Hansı ki, o konsert proqramlarında Azərbaycanda bu günləri tanınan bir çox simaların ilk dəfə demək olar ki, Rusiya konsertlərinin təşkilatçısı mən olmuşam. Yəni mən aparmışam onları buradan Rusiyaya. Həm meyxana deyənləri, həm müğənniləri, bəli. Tünzalı Ağayeva olub, Rəqsanə İsmailova olub. İlk konsertlərini sən orada təşkil eləmişsən. Bəli. Rəqsanə İsmailovanın bəlkə də məndən qabaq ilk konserti olub deyə bilmərəm. Amma 2006-cı ildə Rəqsanə yeni populyar olurdu. Mənim dəqiq yadımdadır ki, bu illər. Amma Rəqsanənin əvvəli Moskvada yaşayıb. Onların yaşadığı dövr də mənim yadımdadır. O yaşadığı dövrlərdə düzdür. Rəqsanə xanım orada sənətlə məşğul olmurdu. Sonra Azərbaycana gələndən sonra Azərbaycanda populyarlaşdı. Yəni Rəqsanə xanım sevilməyə başladı. Yəni orada Rəqsanə xanımsında bir konsert proqramı təşkil eləmişəm. Namiq Qaraçıxurlunun demək olar ki, bəlkə də ilk konsertini mən eləmişəm orada. Bir yerdə getmişik. Yəqin ki, yadınızda olar, o vaxtda ANS kanalında bir veriliş vardı, Kamerton. Bəli. Gülnara xanım aparırdı o verilişi. Bəli. Yəni həmən konsert proqramına getməmişdən qabaq bizim orada bir verilişimiz də olub. Namiq Qaraçıxurlu, mən, Akif Arif var, indi hal-hazırda Moskvada yaşayır və Mehman Əhmədli. Dördümüz bir yerdə. Orada 2003-cü il idi, səhv eləmirəmsə, rus dilində meyxana da demişik. Mısakinayi, marginalni meyxana, etədiliyava spesialni meyxana. Efir proqramında elə birinci dəfə idi ki, rus dilində meyxananı da biz demişik orada. Həmən verilişdə, yəni Gülnara xanım hətta sual da verir ki, sizi heç Rusiyaya, xarici ölkələrə dəvət edirlərmi? Yəni meyxananın Azərbaycanda demək olar ki, yeni populyarlaşan vaxtları idi. Düzdür, bizim böyük ustadlarımız çox böyük əziyyətlər çəkib o sənəti gətirib bizlərə təhvil vermişdir. Yəni efirlərə çıxan. Yəni efirlərdə bəli, yəni Allah Nizami Rəmziyə rəhmət eləsin, Allah ustadımız Ağa Səlimə rəhmət eləsin, cəmi dünyasını dəyişən şairlərimizə, böyüklərə rəhmət eləsin. Yəni onlar böyük bir zəhmət çəkib meyxananı təkmilləşdirib, yəni biz cavanlara, biz gənclərə vermişdilər. Allah Ağa Kərimə şəfa versin, Ağa Mirzə can sağlığı versin. Bunlar bizim böyük sənətkarlarımızdır. Yəni bizdən qabaq bu sənəti bunlar tanıtdırıblar, bunlar sevdiriblər. Yəni onların da arxasıyla gələn gənc nəsil bizlər olmuşuq. Yəni Ağa Kərimgildən, Ağa Mirzəgildən sonra, yəni Ustad Ağa Səlimdən sonra Kərimgil olub, sonra bizlər gəlmişik. Bizim də dövrümüzdə məsəl üçün yeni məsəl üçün populyarlaşan meyxana deyənlər kimlər idi? Namiq Qaraçıxurlu idi, mən idi, Meyşən Xəzər idi, Akşin Fatih idi, Mehman Əhmədli, Allah can sağlığı versin. Yəni Namiq Qaraçıxurlu, Aydın Xırdalanlı, Allah rəhmət eləsin. Yəni bizim dövrün meyxana deyənləri bu şairlərin adlarını çəkdiyim şairlər olub. Yəni ilk dəfədə yəni Rusiyaya yəni konserti, yəni mən həmən illərdə Rusiyada yaşayırdım. Qaraçıxurlu Namiqlə bizim ora səfərimiz Gülnara xanımın verilişinin səhərsi gün olub. Hətta həmən verilişdə Gülnara xanım sual verdi. Yəni sözün birini deyirəm, bir yadımdan çıxır. Gülnara xanım sual verdi ki, sizi xaricə Rusiyaya dəvət edirlərmi meyxana konsertlərinə? Namiq orada məndən qabaq dinlədi ki, bəli, deyir, mən sabah Moskvaya gedirəm, Nizatı da özümlə aparıram. Yəni belə bir ifadə işlətdi. Yəni Namiq özü danışıb sənə, halbuki özü sən danışmışdın. Bəli, hansı ki o konserti mən təşkil eləmişdim. Azərbaycan sənətkarlarının, musiqiçilərinin, meyxana deyənlərinin Rusiyada gəlib, yəni belə deyək də, pul qazanmaq üçün şərait çox yaratmışam. Bir səbəb idi də, yəni belə konsert deyəndə, əslə qalanda konsert
saraylar filan nəzərdə O tutulurdu əlbəttə o ki, vaxta qədər. Yəni saraylarda da hər kəs konsert verə Verə bilmirdi. bilmirdi, imkan, Bəli, o tamaşaçını bəli, izləyən bəli, ora yığmaq bəli, lazım bəli, idi. bəli. Həm sənin düşündüyün o idi ki, yəni bir təşkilatçı olaraq həm onlar qazansın, Həm bir də biz qazanc olsun, qazanaq. Yəni həm mən də- siz qazanasan, bəli, həm sən bəli. bir təşkilatçı Yox, olaraq mən demirəm, yəni mən Həm orada milli bir təkcə onlar konsert- qazanıb. Mən özüm də qazanmışam. Təbii, təşkilatçısan Yəni qazanmalısan. həm təşkilatçı kimi qazanmışam, Əlbəttə. həm də ki özüm də o konsertlərdə iştirak eləmişəm, çıxış eləmişəm, pul qazanmışam. Yəni nəyə görə deyirəm, bir çoxları var indi. O Azərbaycandan indi hal-hazırda da bir çoxları gedir, deyirlər ki, getdi bazarda konsert verdi, nə filan restoranda 10 nəfər çoxudur, dedi, konsert verirəm. Belə ifadə işlədənlər var. Yox, O əslində- dövr amma əslində qalanda elə deyil. Fərq eləmir. O restoranın içində 100 nəfər adam vardı, 5 nəfər adam vardı. O 5 nəfərə tanıtdırıb, o 5 nəfərdən 5 manat ruzi qazandırmaq, o sənətçiyə böyük bir Böyük. dəstək olmaq, məncə elə başa düşürəm ki, elə o sənətçinin sənətinə şərik olmaq kimi bir İndiki şeydir. zamanda bir də o dövrlə müqayisədə indiki zamanda müğənnilər, ifaçılar əl çatan olublar. O vaxt əl çatmaz idi. Hər insan, Bəli. yəni bu sosial şəbəkələr o qədər inkişaf eləməmişdi Yox idi, ki, sosial şəbəkə əlaqəyə yox idi, girsinlər, bəli. çatdırsınlar, özləri danışsınlar, Bəli, çətin idi. tapsınlar, çətin idi. Çox Bəli, bunun çətin özünü idi. təşkil etmək belə. Yəni o vaxtı bir müğənninin özünlə asan hətta iş belə deyildi. danışmaq üçün biz həftələrlə Bəli. zaman aparırdıq. Bəli, bəli. Yəni çox əziyyət çəkirdik. Harda baxırdın Nicat orada toy məclisindədir, meyxana məclisindədir, efirlərdədir. Və mən sonra eşitdim ki, Nicat sənətdən, meyxanadan, o ətrafında olan dost deyilən insanlardan sanki bir küskünlük yarandı. Ümumiyyətlə dedin ki, mən bu sənətlə məşğul olmayacağam və efirlərdən də kənar düşdüm, məclislərdən də kənar. Səbəb nə idi? Mən bir nüans mənim yadımdadır ki, eşitdiyimə görə mən onu dəqiqləşdirmək istəyirəm. Rəşad Dağlı ilə hər zaman sizin belə deyək, meyxana məclislərində konfliktiniz olurdu, söz dəyişmələriniz olurdu. Hətta bir-iki nüansda belə bir konfliktə çevrilmiş kimi də görsənirdi. Bilmirəm səbəbmi o oldu, festivalini bir adlı bir dəyişməmiz vardı. Yəni ki, mən onu unutmuram. Orada bir, belə deyək də, bir söhbət yarandı. Ondan sonra sanki sənə bir ki, kənar çəkildi. Allah Rəşad Dağlının qapısını açsın. Rəşad bizim dəyərli qardaşımızdır, dəyərli sənətkardır. Rəşad, mən deyərdim ki, bizdən sonra gələn meyxana deyənlərinin içində, həm yaşlılarının içində ən çox əziyyət çəkən və demək olar ki, Paşdı bizimlə çiyin-çiyinə döyüşən sənətkar olub. Yəni Rəşadın yaşının az olmağına baxmayaraq 2001-ci ildə, səhv eləmirəmsə 2001-ci ildə Deqəlsin verilişində də Rəşadın lap gənc yaşlarında çıxışları olmuşdu. Yəni Rəşad mükəmməl şairdir, Rəşad mükəmməl meyxana deyəndir. Xeyr, yəni Rəşadla mənim konfliktim belə bir böyük bir konfliktim olmayıb. Yəni ola bilər ki, mənim öz fikirlərimin həyata keçirməyi ilə üst-üstə düşüb həmənki anlar. Yəni o dediyimiz qafiyədə, festivalın qafiyəsində orada Rəşad sual verir ki, mənə o nə sözdür deyirsən? Zapalni. Zapalni rus dilində tez alışan, alovlanan deməkdir. İndi ola bilsin ki, zapal sözü ilə səhv salıb, olur mənim özümdə də elə meyxanalarda sözlər işlənir ki, yenidir, mən onu ilk dəfə də eşidirəm, insan hər şeyi bilə bilməz. Sonra kanalni sözünə irad bildirir ki, bu söz nədir? Deyirəm, qardaş, tərtəmiz sözdür. Yəni durub orada mən onu artıq bilirdim ki, yəni mikrofonla ona izah vermək, eləmək, çünki nə Rəşada yaraşırdı o söhbətin içində, orada toyun içində mübahisə aparmaq, nə də mənə. İndi hər şairin özünün bir xüsusiyyəti, öz xarakteri var. O da Rəşadın xarakteri idi. Yəni bununla da söhbət bağlandı. Heç Rəşad da orada dərinə getmədi. Mən bir kəlmə dedim, tərtəmiz sözdür, söhbət bağlandı bundan. Orada bir dənə də amalni sözünə mənə irad bildirirlər ki, Nizat özündən yeni sözlər kəşf edir. Kanalni sözü mənim qardaşım, pakanalni, mnoga kanalni. Yəni sən rus dilini bilmiş olarsan yəqin ki, kanalni giriş çıxış, yəni çoxlu girişli çıxışlı, yəni rus dilində sözün mənası bu deməkdir. Mən tuturam hər bir gülün bağını, dəyişiciyəm qafiyənin bağını, dəyişiciyəm qafiyənin bağını, əlinə elə deyir riyalni olsun, Saminin toy festivalni olsun, gəlin ətin deyir riyalni olsun, Saminin toy festivalni olsun, ona görə Razı olsun masaya, gelin girmeyinden bizim kasaya, biz atı gelin atan kanalizasyaya. Vay borcumuz kommunalli olsun, vay borcumuz kommunalli olsun. Canım torpağında mənim halım var, sizlər ki buradasınızsa əhvalım var, Talış balasıyam mənim kanalım var, bunlar da istəyir kanal mı olsun, bunlar da istəyir kanal mı olsun. Kanalli ne diye söz, ötüşen söz, kanalli, kanalli. Kanal mı nədir? Söz nədir? Kanal, kanal. Kanal mı? Tərtəmiz söz. Yəni o söhbətləri böyüdən
meyxana deyənlər deyil, Rəşad deyil, mən deyiləm. Onu böyüdənlər belə deyək də, heç söz xiridarları da deyil. Onlar fanatlardır. Yəni Rəşadı bir nömrə sevən insanlardır. Hə, onlar o məsələni şirtdirlər ki, ay nə bilim Nicat bu sözü özündən kəşf elədi, Rəşad orada belə dedi. Əslində bir sizi necədir? Ümumiyyətlə mən kənardan sosial şəbəkələrdə hərdən öz qarşıma da çıxır. Meyxanada deyirlər filan kəslər qruplaşma yaratdı, filan kəslərin çörəyinə bais oldu. Qardaş, mən sənin çörəyinə necə bais ola bilərəm ki? Belə deyək də. Bəli. Əgər məni istəyirlərsə, toyun yiyəsi, toyun sahibi məni istəyirsə, qeyri-mümkündür ki, Rəşad desin ki, yox, anar, ora Nicat gəlməsin və yaxud Nicat desin ki, anar, filan kəs ora gəlməsin. O mən eləyə bilmərəm. Bu boş söhbətlərdir mənim qardaşım. Amma eləyənlər var elə bir ki, mən Elnur Ağdamlı da müsahibəmizdə demişdi ki, mənə elə olurdu ki, dəvət eləmək istəyirdilər. Çıxış olurdu məsəl üçün digər həmkarıma. Deyir ki, Elnur ya burada yoxdur, ya ümumiyyətlə meyxana artıq demir. Mən ümumiyyətlə bu sənət aləminə ayaq qoyandan, qədəm qoyandan, mən meyxananın özünə də bir mədəniyyət kimi baxmışam. Yəni, meyxana incəsənətin bir qoludur. Azərbaycanın folklorudur, Azərbaycanımızın şifahi xalq ədəbiyyatına daxil olan bir sənətdir. Biz elə şeylər yaza bilərik, elə bir şeylər çıxarda bilərik ki, ortaya ondan cəmiyyət həqiqətən də faydalana bilər. Məsəl üçün, buna sübut olaraq mənim yaradıcılığımda dostluq rəvayətim var. Yəqin ki, dinləmisiniz, dostum biri İranda, biri Azərbaycanda. Məşhur rəvayətlərdən biridir. Halallıq rəvayətim həmçinin. Sonra, yəni, meyxana aləminə qarışıram. Hələ ki, mən meyxanadan kənara çıxmıram. Bir çox mahnılarım var ki, məsəl üçün, vətənpərvər mahnılarım, dünyavi mahnılarım. Yəni, elə bu yaxınlarda yeni bir mahnım çıxacaq inşallah, Ömrümüz. Ömrümüz mahnısını mən ilk dəfə 2004-2005-ci illərdə oxumuşdum. Rəhmətli Elnur Valiyə məndən xahiş elədi, ifa etməyini verdim. Elnur da, Elnurun səsində də çox gözəl alınmışdı. Allah rəhmət eləsin. Elnur mənim kiçik qardaşım idi, belə deyək. Elnurun yanında olmuşam həmişə sənətə təzə addım atan vaxtlarında. Sonra, məsəl üçün, o mahnı, məsəl üçün, Ömrümüz mahnısı xalq tərəfindən çox sevib. İndi o yenidən özüm ifa eləmişəm. Şəms adlı bir xanım müğənnimiz var, yeni müğənnim, o ilə ifa eləmişəm. Bizim Cavad Rəcəbovla Fani Dünya, məsəl üçün, çox sevilən mahnılarım. Yəni, o mahnılarda bir bacarmışam ki, yəni, bacardığım qədər ibrətli sözlər yazım, ona qulaq asan insanlar oradan nəsə bir ibrət götürə bilsinlər. Mənim sonra, məsəl üçün, ən böyük fikirlərimdən, arzularımdan biri olub ki, xalqımız üçün, millətimiz üçün faydalı verə biləcək daha böyük işlər görüm. 2012-ci ildə mən cəhd elədim ssenari yazmağa. Azərbaycanımızın milli qəhrəmanı Şəhid Mübariz İbrahimov haqqında bir ssenari adlı kitab yazdım. Həmən kitabı da Atatürk mərkəzində təqdimatını eləmişəm. Azərbaycanımızın tanınmış ziyalılarını dəvət eləmişəm. Və sonra çalışdım, bacardım ki, həmən filmə, həmən ssenariyə film çəkəm. Ekranlaşdırmaq. Ekranlaşdırmaq. Yəni, həmən illərdə, o meyxananın mübahisəli dövrlərində mənim fikirlərim, mənim ideyalarım sənətimi genişləndirmə, yaradıcılığımı böyütmə idi. Mən baxırdım ki, məsəl üçün, mən bu yaradıcılığın dalıca getmək üçün mən boş vaxt zaman ayırmalıyam özümə. Amma toylar aman vermirdi, imkan vermirdi. Belə deyim də, həmən illərdə 2010, 2011, 2012, 13, 14, həmən illərdə demək olar ki, toyların sezon vaxtı mən hər gün toyda idim. Elə gün olurdu ki, mən 2 dənə, 3 dənə toya gedirdim. Çatdıra bilmirdim. Toya gedən, gələn adam nətər olar indi özünüz fikirləşin də. Yorğun, çatdırmaq olmur, nəysə bir ideya gələsən, evdə oturasan, yazasan, pozasan. Ona görə mən qarşıma məqsəd qoymuşdum ki, meyxanadan tam uzaqlaşmaq yox. Belə deyim də. Fasilə vermək. Həm fasilə, həm də mütəmadi olaraq konsert proqramları təşkil eləmək ara sıra ki, çünki bizim ruzumuz bu sənətlə gəlir, toylardan gəlir. Həm də hər toya getməmək. Yəni, o şəkildə də mən başladım davam eləməyə. Biraz çəkildim efirdən, biraz çəkildim toylardan. Şükür Allaha ki, yəni mənim o çəkilməklərimin, əziyyətimin bəhrəsini mən görə bildim. Yəni, 2022-ci ildə, 23 idi ki, 22 ilə, yəni Mübariz filminin təqdimatını elədim. 2 il müddətinə mən çəkmişəm o filmi. Nicat, sən özün kimlə öyrənmisən bu sənəti? İlk dəfə Nizami Rəmzini Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Azərbaycan Dövlət Televiziyasında meyxanadiyan görmüşəm. Abad olmaqdan qəsəbəmiz get-gedə viran olur, yazdıqca qutarmayır, bir böyük dəstan olur. Qəşəng nağaranla deyirdilər. Mən hələ o anlamda deyildim ki, bu nədir, bu meyxanadır, yoxsa nədir? Sadəcə olaraq o ritmmi, o axınmı, rəhmətli Nizami Rəmzinin səsinin məlahətimi mənə elə bir ki, içimə bir sevgi verdi, nəsə mənim özümdən asılı olmayaraq mənə bir doluluq gəldi, özümdən də asılı olmayaraq. Mən gəldim evdə həmən günü şeir yazdım.
Şeir Dördüncü yazdım. sinifdə oxuyur. 4-cü sinifdə oxuyurdum. Aha. Bizim ədəbiyyat müəllimimiz var idi. Mənim əmim sayılırdı. Allah rəhmət eləsin. Əbülfəz müəllim. Bir dəfə sual verdi sinifdə uşaqlara ki, içərimizdə şeir yaza bilən varmı? 4-cü sinifdə oxuyurdu. Hamı sakit yanıb şeir yaza bilən kimdir? Qayıtdım ki, müəllim mən. Mən də yazmışam, axı 4 dənə misram var. Qayıtdı, dur ayağa da görüm, nə yazmısan? Bizim də indi kənd yerində böyümüşük də. O vaxtı plyaj bizdən uzaq idi, Lənkəran şəhər idi. Biz çimməyə, üzməyə hara qədərdik? Gölə, çaya, palçıqlı yerlərdə, belə yerlərdə böyümüşük. Bizim zonamız çaylıq zonası olduğuna görə o vaxt bizdə çay kolları çox idi. Orada çaylara su vermək üçün müəyyən yerlərdə göllər, su anbarları yaradılmışdı. Oranın da qaraolçusu rəhmətli Əkbər əmi idi. Həmən o gölün də adını biz qoymuşduq Əkbərin kanalı. Oradan şeir yazmışdım ki, Əkbərin kanalında bizim uşaqlar cum gedir. Cum yəni üzmək. Biz tərəfdə üzməyə cummaq deyirlər. Əkbərin kanalında bizim uşaqlar cum gedir, kəllə vururlar suya, boğazlarına qum gedir. Mən bunu deyəndən sonra rəhmətli Əbülfəz müəllim güldü, dedi bala, sən gələcəkdə şair olacaqsan. O filmlərdən sonra nə işlə məşğul oldun? Yeni bir film falan oldu mu? Hə, bəli, böyük bir başı bəlalı bir filmim var. Dostum, qardaşım adlı bir ssenarim var. Həmən ssenarini mən 3 ölkədə Türkiyə, Özbəkistan, Azərbaycan 3 ölkədə çəkməyi planlaşdırdım və çəkməyə də nail oldum. Düzdür, bir ildən çox əziyyətimiz oldu, yəni o filmi çəkmək üçün. Özbəkistanın əməkdar xalq artistlərini həmən filmdə baş rollara çəkmişəm. Türkiyənin tanınmış simalarını çəkmişəm. Turqay Tanyüklü, Sevil Akıl və Azərbaycanımızın əməkdar xalq artistlərini, Şamil Süleymanlı da bu filmdə yer alıb. Yəni böyük aktyorlarımız yer alıblar bu filmdə. Bu filmdə demək investor, elə öz Azərbaycanlımız, biz prodüser kimi, indi özünüz bilirsiniz bu işləri, prodüser bir iş görəndə yəqin ki, bu filmə dəstək axtarmaq üçün, təşkilatçı axtarmaq üçün bir çox yerlərə müraciətlər eləyir, reklamlar verir. Yəni mən də müraciət eləmişdim. Bir nəfər çıxdı ortalığa ki, mən razıyam. Yəni sənə dediyin şərtlərlə, bəli, maliyyə tərəfindən mən sənə dediyin şərtlərlə razıyam. Biz də bu ilə müqavilə bağladıq. Müqaviləmiz əsasında başlamışıq işimizi görməyə. Elə oldu ki, bu filmin çəkilişləri bitdi, gəldi Mübariz filminin, Milli Qəhrəman Mübariz filminin təqdimat ərəfələrinə düşdü. Əslində mən filmin montajını da Azərbaycanda eləmək istəyirdim. Yəni ortağım xahiş elədi ki, gəl bunu Türkiyədə montaj eləyək. Həmin o maliyyəni Həmən o mənimlə bir yerdə bu filmə yatırım eləyəm. Yatırım eləmişdi. Bəli, bəli. Özü də. Bəli. Orada mənim də yatırımım var. Yatırımımdan da əlavə qardaş, mən o filmi belə pis çıxmasın. Ssenari sənin özünə məxsusdur. Ssenari müəllifi də mənəm, filmin direktoru da mənəm, çəkən şirkət də mənim şirkətimdir. Filmdə bütün heyətin hər birinin müəyyən müqaviləsi var, sözləşməsi var. Yəni bunlar hamısı əsaslı olaraq məndə evdə durur. Çox həddindən artıq işlərim vardı, çatdıra bilmirdim. Bu qayıtdı ki, sən mənə icazə ver, mən gedim Türkiyəyə filmin montajına. Dedim, heç bir problem yoxdur. Filmin stroy materiallarını verdim buna. Bu getdi Türkiyəyə. Bunlar getdilər Türkiyəyə, qardaş. Hardasa bir 3-4 ay ərzində mən bunlarla əlaqə saxlayırdım. Burada da başım qarışıq idi. Filmin rejissorunu Natiq Novruzovu da 2 dəfə Türkiyəyə göndərmişəm, montaj olunan ərəfələrdə. Panafilmdə montaj olunub. Nəzati Şaşmazın, bəli, Panafilmində, bəli. Orada montaj olunurdu. Natiq Novruzovu da göndərmişəm ora. Natiq Novruzov indi filmin rejissorudur da. İndi rejissor senarist ikisindən biri mütləqdir ki, montaj ərəfəsində orada olmalıdır. Çünki gedişatı onlardan başqa heç kim bilə bilməz. Natiq mənə əvəz eləyirdi, sağ olsun. Getdi, Natiq orada iştirak elədi. Bütün çəkilişlər, montaj vaxtı orada olub. Bunlar mənə demək 3-4 aydan sonra həmən o ortağım zəng elədi Türkiyədən. Adı neydi? Kim idi o? Zamin Möhsünov. Kim idi o orada nə işləmiş? Ümumiyyətlə Zamin Möhsünovun bu sənət cəmiyyəsinə heç bir aidiyyəti olmayan bir adamdır. Sadəcə olaraq biznesmendir. Hə, iş adamı. İş adamıdır. Yəni o Rusiyada əlaqəli olan adamdır. Yəni orada da işləri, gücləri, ticarətçidir bəli. Həmən o Zamin zəng elədi ki, bəs mənim burada bir dostum var, İlker adında. O mənə çox kömək eləyib filmin montaj olunmalığında. Dedim, qardaş, o sənə nə kömək eləyə bilər ki? Montajdır, montajyorun pulunu vermisən. Vermisən montaj stoluna. O da gəlib orada
nə köməkliyi göstərə bilər ki, onun köməyi nə ola bilər? Mənə çatmır da. Yəni Natiq rejissor, filmin rejissoru da filmin rejissoru Natiqdir. Onun nə köməyi ola bilər, Aha. nə kimi köməyi ola bilər? Lap kömək də eləsə belə, yenə də mən bilirəm ki, o havayı kömək eləməz. Hə, yox, o bizə çox kömək eləyib, sən belə elə. Onun şirkəti var burada, APA Yapım. Aha. Sən ona etibarnamə verginə, bəs həmən etibarnamə ilə biz bu filmi sataq. Buna yaxşı pul verirlər. Dedim, qardaş, mən o filmi satmıram. Elə film. Mən filmi satmaq üçün çəkməmişəm. Mən filmimi çəkmişəm, dövlətimizi, millətimizi, xalqımızı başqa ölkələrdə təmsil eləmək üçün, Azərbaycanın dostluğunu dünyaya göstərmək üçün. Filmimi, qardaş, gətir Azərbaycana, heç bir etibarnamə falan yoxdur. Bunlar nəsə gəldi Azərbaycana, oturduq bundan xeyli söhbət elədik. Bunu başa saldım, dedim, qardaş, əgər sən bu filmlə pul qazanmaq istəyirsənsə artıq, mən sənin üçün şərtlər qoyuram, bu şərtlərin hansı birini qəbul eləsən, götür, bu şərtlərin əsasında mən sənə etibarnamə verim, amma bir şərtlə ki, filmdə Munis Production, yəni mənim seçən şirkətim, oğlumun adıdır şirkət, bu şirkətimin adı qalır, senari müəllifi mənim adım qalır, baş prodüser mənim adım yerində qalır. Azərbaycanla Özbəkistana heç bir qarışmırsan, get Türkiyədə hansı kinoteatrda istəyirsən göstər, başqa ölkədə bacarırsan get göstər, amma Azərbaycanla Özbəkistana deyim. Yox, qayıtdı ki, bu film mənimdir. Dedim, qardaş, film sənin deyil. Sən sadəcə olaraq investisiya eləmirsən, pul yatırım eləmirsən bura. Sənin pulunla da bu film... Yəni tam yatırım da deyil də. Tam yatırım da deyil. Yəni, hamının payı var, Anar, sənin mənim payı gözəl var. qardaşım, elə şeylər var ki, sən bunları çox gözəl bilirsən. Mən bu günləri etibarımla, hörmətimlə, yəni öz sənətimə aid olan işləri $500 milyon işi $50.000 görə bilərəm. Görə bilərəm, bəli. Və yaxud da pulsuz elətdirə Və bilərəm. yaxud da pulsuz elətdirə bilərəm. Mən filmin posterini tapdım. Gördüm artıq bunlar filmin kalendarını hazırlayıblar. Öz şirkətlərinin adına. Nümayişini. Dedim, Zamin, mən səni məhkəməyə verəcəm. Aha. Mən səni məhkəməyə verəcəm, qardaş. Hətta məhkəməyə qədər getdi, iş çıxdı. Hə, iş məhkəmədədir bu dəqiqə. Qarşılıqlı iddia ərizəsi verdik. Məhkəmə də sağ olsun, ərizəmizi qəbul elədi. Baxdılar, araşdırdılar, əlimdə olan bütün sübutları, materialları hamısını göstərdilər. Gördülər ki, həqiqətən də qardaş, bu insan neçə ildir cəhd eləyir ki, bu filmi mənim əlimdən alsın. Bəli. Mən də cəhd eləyirəm ki, filmimi özümə qaytarsınlar. Şükür Allahın böylüyünə, yəni məhkəmə bizim xeyirlərimizə qərarlar çıxardıb. Artıq demək olar ki, Zamin Möhsümovla məhkəmənin arasında olan danışıqlardan sonra onların vəkillərinin vasitəsilə icraçılarının bəli disklər qaytarılıb, amma disklərin hamı qaytarılmayıb. Hələ ekspertə getməmiş mən bilirəm ki, o disklərin hamısını qaytarmayıb. Mən onun vəkilinə də zəng elədim. Zəng elədim, dedim ki, siz Zaminə deyin ki, o düz eləmir. Neçə illərdir məni alladırdı, indi hakimi alladır. Səndən qardaş istəyiblər filmi, sən oğurlamısan da fakt bunu. Yəni məhkəmənin qərarı olub ki, film sənə məxsusdur və bütün disklər hamısı sənə geri qaytarılmalıdır. Bəli, orada məhkəmə... Qalib gəlmirsən yəni. Bəli, məhkəmə onu tələb eləyib onlardan. Sən qardaş, səndən əgər bunu tələb olunursa, sən apardığın şeyi niyə tam gətirib qaytarmırsan? Təbii. Düzdür, indi ekspert rəyi hələ verilməyib. Biz onu ekspertə göndərmişik, amma göndərilən disklərdən mən bilirəm ki, filmin hamı əslində orada 6 dənə diskdir. 2 dənə disk göndərib. Konsert təşkilatçılığında ümumiyyətlə hər bir şey təşkil edən nəsə bir problemlər yaşanır da, olur da. Yəni sənət insanları arasında da bilirik biraz qeyri-punktual olan, qeyri-dəqiq olan insanlar da var. Elə bir problemlərlə üzləşmirsən yoxsa yox? Olub, yəni bir neçəsi olub. Mən də konsertləri təşkil eləyəndə bir konsert təşkil eləmirdim. Yəni mən 5, 6, 7, 8, bir də görürsən ki, bəzən 10 dənə məkanla danışıb bir-birinin ardıcan bir gün burada, 2 gündən sonra başqa bir məkanda konsert proqramları düzürdüm, qoşurdum. Novruz bayramı ərəfələri idi. Demək, Azərbaycana zəng elədim. Burada bir dostum var, Akşin Fərad. Qiymət dedim də. Bu qiymətə 5 dənə konsert proqramına mənə 2 dənə Azərbaycandan populyar müğənni lazımdır. Bir xanım müğənni, bir kişi müğənni. Təşkil eləyə bilərsən. Dedi, bir nəfər var Elcan adında. Elcan dostumuz var. Bəs ondan xahiş eləyərəm, Elcan təşkil eləyər. Elcanla məni bu əlaqə yaratdı, Elcanla danışdıq. Elcan dedi ki, müəllim, mən danışmışam, deməli, rəhmətli Səyyad Əlizadə ilə və bir də Mənzura Musayeva ilə. Dedim, çox gözəlsən, kimlə danışmışsan? Dedim, Mənzura xanımla. Dedim, bəs bu qiymətə razıdırlar, 5 dənə konsert proqramına. Neçə danışılmışdı o vaxt üçün məqbulə? Belə bir böyük summa danışılmamışdı. Deyəsən, səhv eləmirəmsə, hərəsinə hər konsertdən
500 dollar pul danışılmışdı. O dövr üçün amma... O dövr üçün bəli, yoxdur. 500 dollar pul Yəni danışılmışdı. 5-6 konsert olacaqdısa da 3000 Bəli. dollar falan, Hə. 2500 dollar. 500 dollar pul danışılmışdı. Mən 500 dollar Behdə göndərdim, həmən bu Elcana. Aha, Elcana göndərdiniz. Elcana Behdə Danışıqlar da göndərdim. Elcan aparır. Elcan aparır, bəli. Bakıda. Ha. Bakıda, bəli. 500 dollar da pul göndərdim və başladım bunların reklamları ilə məşğul olmağa. Mən restoranlardan beh almışam, restoranlar artıq bilet satışı ilə məşğul olmağa başlayıblar. Konsertlərin başlamağına bir həftə qalmış bu Elcan mənə zəng elədi. Burada bir problem yaranıb, bəs Mənzurə xanım deyir ki, biz gələ bilmirik. Dedim, mənə tər gələ bilmirik. Elə şey olur. Danışılıb, beh göndərilib. Danışılıb, beh göndərilib, hər yerdə bunların reklamları. Qayıtdı ki, belə dedim, ola bilməz. Dedi, inanmırsan mənə, onun bilmirəm, prodüser kim idi, Şaiq idi. Şaiq idi o zaman. Hə, belə bir nömrə verdi mənə. Mən zəng eləmişəm, deyir ki, biz danışmamışıq. Deyirəm, mənə tər danışmamısınız. Elcan da andaman eləyir ki, deyir, qardaş, valla mən danışmışam. Elcan həqiqətən də düz danışan uşağı idi. İndi mən deyəcəm, nəydən bilirəm onun düz danışmağı. Nəysə, mən məcbur bilet alıb uçdum, gəldim Azərbaycana. Gəldim Azərbaycana. Konsertə də bir neçə gün qalıb. Hə, bir həftə qalıb. Gəldim Azərbaycana. Gəldim, mən Mənzurə xanımı tapa bilmədim. O Şaiqə nə qədər zəng elədim ki, gəlin görüşək. Elcan da mənim yanımda. Elcan da andaman eləyir ki, valla... Danışığı amma həmin Elcan Mənzurə xanımdan aparmışdınız? Mənzurə xanımla. Hə, Səyyad müəllimdən o vaxt rəhmətli Səyyad müəllimlə də Mənzurə xanım danışır. Hə, Mənzurə xanım özü danışır. İndi bilmirəm, indi ola bilər bunların başqa işləri çıxmışdı, bahalı işləri, nə işləri var idi bilmirəm. Bu demişdi ki, o dövlət tədbirlərimiz var, bu Mənzurə xanım demişdi. Nəysə, belə bir şeylə Mənzurə xanımgillə mən kontakta girə bilmədim, danışa bilmədim. Bu Şaiqə də 3 dəfə, 4 dəfə zəng elədim. Nəysə, hər dəfə ayrı-ayrı söhbətlər danışdılar. Mənim bir dənə variantım qalmışdı ki, mən buradan məcbur şəkildə ya Səyyad müəllimi razılaşdırıb aparmalıyam, ya da ki, onların yerinə daha bir populyar adam tapıb aparmalıyam ki, yəni mən oradakı konsertlərimi normal şəkildə öz qaydasında yola verə bilim və kimlərlənsə də mənim problemim yaşanmasın, yaranmasın. Elə oldu ki, mən Səyyad müəllimin ofisinə getdim, studiyası vardı, Nəriman Nərimanovda. Gəldim orada, Səyyad müəllimə deyirəm ki, ay Səyyad müəllim, mənim də münasibətim yaxşı idi rəhmətli ilə, Allah rəhmət eləsin. Deyirəm ki, bəs sizlə Mənzurə xanım bu konserti danışıbmı? Deyir, yox. Deyir o. Səyyad müəllim də deyir ki, valla mənlə heç kim heç nə danışmayıb. Deyirəm ki, necə olur ki, sizin bu boyda Moskva şəhərində reklamlarınız gedir, sizin xəbəriniz yoxdur ki. Beh də göndərilir. Beh də göndərilir. Deyir, mənə beh çatmayıb. Elcan o arada. Elcan da deyir ki, mən Səyyad müəllimə behi verməmişəm, mən behi vermişəm Mənzurə xanıma. Onu da görüşdürə bilmədin, o da Mənzurə xanımla heç görüşmədilər. Mənzurə xanımla, mən Elcanın nömrəsini tapdım dünənləri, Akşin Fərhad mənə göndərdi o nömrəni. Zəng elədim də sizin yanınıza da zəng elədim, Saidniyyə yoxdur. Yəni, qoşulma yoxdur. Qoşulma yoxdur. Yəni, o nömrəsini dəyişib, ola bilər ki, indi, ola bilər işləmir və yaxud ola bilər bu sferadan uzaqlaşıb, gör neçə illərin söhbətini eləyirəm. Mən məcbur şəkildə Səyyad müəllimi bir tərbizi razı sala bildim, Allah rəhmət eləsin. Dedim, Səyyad müəllim, indi bu olub. Yəni, mən də məcburam ki, bu günləri heç olmasa səylə razılaşıb getməliyik də, biz konsertləri yola verməliyik. Sizin də orada reklamlarınız olunub. Qayıt ki, mənim qiymətim budur. Mən bu qiymətə gələ bilmərəm. Hansı məbləğ söylədi o vaxt üçün? Məbləğ hardasa bir 10.000 dollar. 10.000 dollar. Tək özünə. O vaxtında həmən məbləği heç mən restoranlardan ala bilmirdim. Nəysə, bir təhər biz razılaşdıq, biraz aşağı, biraz yuxarı. Mən məcbur vəziyyətdə Səyyad müəllimi götürüb getdik Moskvaya. Hansı məbləği apardınız onda? 5.000 dollar. Aha, 5.000. Mən əlavə ona 1000 dollar da pul verdim. Dünyasını dəyişəndən sonra onun yeznəsi mənə zəng eləmişdi. Dedi ki, bəs Səyyad müəllim demişdi ki, Nicat 1000 dollar da söz verib mənə, imkan olsa onu mənə verərsiniz. Dedim, mən problem yoxdur, qardaş. 1000 dollar da onun yeznəsinə vermişəm dünyasını dəyişəndən sonra. Allah rəhmət eləsin, halal xoş olsun. Yəni, Səyyad müəllimlə mənim aramda heç bir problem qalmadı, yəni pul tərəfindən. Amma yəni burada Mənzurə xanımın ortaya çıxmamağı, Elcanın da tam əminliklə hər dəfə mən Elcana zəng eləyəndə ki, qardaş, sən gəlginən bu söhbəti həll eləyək, Elcan hər dəfə mənim yanımda olub. Axtarmışsınız amma Mənzurə xanım. Axtarmışıq, bəli, Mənzurə xanımgillə biz kontakt yarada bilməmişik. Həmən konsert proqramlarından 16-17 min dollar zərər elədim. Hə, ziyan elədiniz. Bəli, çünki nəyə görə? Mənzurə xanımın gəlməməyinə görə 2 dənə restoran tam olaraq atkaz elədi. Aha, imtina getdi. İmtina elədilər, dedilər ki, lazım deyil. Yəni, burada ailəvi insanlar vardı ki, Mənzurə xanımın ifasını istəyirdilər. Bəli. İndi Mənzurə xanım yəqin ki, bizi buradan eşidər inşallah. Əgər həqiqətən də Mənzurə xanım ona söz verməyibsə, beh ondan almayıbsa, həqiqətən də belə bir şeylər olubsa, yəqin ki, Mənzurə xanım Elcanı tanıyır. Elcan da Azərbaycandadır, şükür Allaha bilirik ki, sağdır, salamatdır, tək ki, sağ olsun, salamat olsun həmişə. İndi nömrələrini itirmişik. Lazım olar bu söhbətə bir daha da qayıda bilərik.
Yəni bu söhbəti biz daha da aydınlaşdıra Aydınlaşdırmaq bilərik. üçün Mənzurə xanımın özünə belə zəng elə bilərik, amma bəlkə Elcanla onun özünün əlaqəsi var, bəlkə elə tapa bilərik. Ola bilər. Cəhd eləyək. O neçənci il idi deməli? 13, 14, 2013, 14 bu illəri. Mənzurə xanım salam, hər vaxtınız xeyir olsun. Salam, salam. Anardı sizi narahat eləyir Aslar TV kanalından, necəsiz? Ha, sağ olun. Bir məsələ var idi, onu dəqiqləşdirmək istəyirdik biz. Bizim də hal-hazırda bizim müsahibimiz Nicat Mənalıdır. Tanıyırsınızmı? Söz ustadı, meyxanaçı. Sizlə həkimdəyəm, bir dənə sözünü belə. Valla indi suallara cavab verə bilmərəm. Bir də həkim. Qısa bir 2 dəqiqə zamanınızı alın, xahiş edirəm. Yox, alınmır, burada adam çox. 2 dəqiqə telefonla da belə danışırıq. Görürsüz, bağlantı. Yenə mən cəhd eləyəcəm. Yenə mən cəhd eləyəcəm. Bilirsiniz, Fikrini alarıq. insanlarda belə bir xüsusiyyət var. Bəzən bir iş görürlər, onun arxasını fikirləşmirlər ki, bunun arxasında nə deyana bilər. Çünki həyat bumerangdır da. İnsanlar nə edirsə, o qarşısına gəlir çıxır. Həyat varsa, aldadıb aldanmaq da var. Düzdür, aldadmaq bizə məxsus deyil. Yəni, insan gərək birinci növbədə çalışır, heç kəsi aldadmaya. Bəli. Amma aldanmağa da qalanda, valla mən həmişə deyirəm, heç kəsi aldatmır, özünü aldadır. İnsan özünü alır. İnsan özünü aldadır. Yəni, bunu görə gəlmişik də. Bu dünya malıdır, vardır, dövlətdir, şandır, şöhrətdir, Müvəqqətidir. puldur, paradır. Bunlar hamısı bu dünyada qalacaq. Mənzurə xanıma zəng eləyək. Bayaq dedi, həkimdəyəm. Mənzurə xanım cavab vermir. Artıq 2 saat yarım, 3 saat keçib. Efirə baxıb deməsin ki, bəs məndən fikir almadınız. Nicat, efirdə bunu söylədiniz, mənə zəng eləyərdiniz, mənim fikrimdə alardınız. Mən o sanı tanımıram. İstədik ki, bu bağlantını eləyək ki, aydınlaşdıraq. Həqiqətən belə bir məsələ olub-olmayıb. Amma Nicat Mənalının adını söyləyəndə hər halda tanıdı. Artıq növbəti gündür. Mənzurə xanımdan heç bir cavab olmadı. Bir də zəng edək. Görək Mənzurə xanımla əlaqə saxlaya biləcəyik. Bəlkə o biri nömrəni bilir, indi digər nömrədən zəng eləyək. Alo, mən həkimdə. Həkimdən çıxmadınız Mənzurə xanım. Yo, emertizad olunuram işin. İstəmirəm bir mənalı çıxsın da. Yəni sonra deyəsiz ki, mənim fikrimi almadınız. 2 sualdır. Nicat Mənalı, meyxanaçı. Onun haqqında Nicat Mənalı, bəli. Onunla biz müsahibə eləyirdik. Gedişat əsnasında dedi ki, o zaman konsertləri, Rusiyadakı konsertləri mən edirdim. Konsertlər keçirdim. Mən o vaxtı Elcan adlı bir aparıcı var idi. Mən onunla danışdım, özüm Rusiyadaydım. Mənzurə xanımla getdi, Elcan görüşdü Bakıda, konsert danışdı. Ora iştirak eləməli idi Səyyad Əlizadə və Mənzurə Musayeva. Mənzurə xanımla razılaşdırdı və Mənzurə xanım da dedi ki, mən özüm Səyyad Əlizadə ilə özüm də danışacağam. $500 məndən beh istədilər, $500 da deyir, o vaxt mən göndərdim. Amma elə oldu ki, konsertə bir həftə qalmışdır. Mənzurə xanımla əlaqə saxlayanda Mənzurə xanım dedi ki, yox, belə bir şey yoxdur, mənim işim çıxıb. O vaxt sizin prodüseriniz Şaiq ilə də əlaqə saxlanıldı. Dedi ki, yox, alınmır, bizim səfərimiz. Deyir, mən pis vəziyyətdə qaldım, orada ziyana getdim. Görə alınma yox, Səyyad Əlzadəyə görə alınmadı o iş. Amma Səyyad Əlizadə deyir ki, mən deyir, danışmam, rəhmətli deyir o vaxt. Səyyad rəhmətə gedib. Biləm, o vaxtı deyir ki, mən deyir, o ilə görüşdüm, sonra gəldim, deyir, məhz... Yo, yalan deyir. O vaxt Səyyada görə alınmadı o iş. Səyyad müəllim özü gəlmək istəmirdi, yəni rəhmətli o vaxtı. Yox, nəsə bilmədim, o nəsə işi çıxdı, ona görə də mən də qaldım. Hə, çünki amma Səyyad müəllim sonra getdi. Çünki Nicat Mənalı özü Bakıya gəldi. Tək getdi sonra. Tək getdi, hə? Amma Deyir, həmin vaxtda getmədi də, bizim o danışdığımız vaxtda. yox, deyir, həmin vaxtda deyir, getmişdi, həm eyni gündə. İndi vaxtımı çox alırsan, sonra da deyirsən ki 5 dəqiqə. Yox, mən istəyirəm aydınlıq... Yox, Mən doktorun yanındayım. bilirəm, Mənzurə xanım, mən bu suallara... Cavab verməli deyiləm. Yox, mən bu suallara cavab almasam axı düz olmaz. Görürsüz, məşğul elədi. Görürsüz, artıq rəhmətliyin üzərinə atır ki, deyir,
mən deyir Səyyad müəllimə görə alınmadı, amma Səyyad müəllim özü orada iştirak edib və Nicat özü də söylədi ki, konsertə bir həftə qalmış, mən gəldim Azərbaycana, görüşdüm, danışıq apardım. Düzdür, danışılan qiymətdən daha artıq məbləğ verdim. Səyyad müəllim getdi, amma Mənzurə xanımla heç bir əlaqə saxlamadı. Halbuki Mənzurə xanımın özü ilə danışılmışdı ki, Səyyad müəllimlə də mərhumla özü danışıq aparıb, behi göndərmişdi. Mənzurə xanımın da açıqlamasını aldıq, indi eşitdiniz və sonda da özü telefonu məşğul elədi. İndi sizin rəylərə buraxıram. Özünüz şərhinizi verərsiniz.